Mən qoyunlarımı bu qoruğa salıram səhər-səhər. O səs-küyə yoldaşım çıxdı. Gördü ki, itlər qoyunları gəmirir. Bir dənəsini o momentdə sıra o böldürdü, 3 dənə itdi. O birilərinin də dalıyca düşüb ayaqlarının dadını, quyruğunu dadını təmiz qopardı. 2 dənəsi öldü, bir dənəsi də elə yararsız vəziyyətdə elə məhəllədə durur. Mənim də evimə girib, itlər sürü ilə gəlir. Gündüşkamı, güyəmi, toyuğumu hamısını daşıyırdılar. 20-30-a yaxın heyvanım məhv oldu, getdi. Bu heyvan da hücum eləyirlər, bu başa düşdük. Səhər-səhər səhvçisin yarısında körpü uşaqlar geyib, birinci sinif uşaqlar geyib. Bunlar tutsa dərdimizi, sərimizi, kimədiyək problemimizi. Şəki rayon heyvan xəstəlikləri və baytarlıq xidmətindən bildirildi ki, bu ildə epizootik plana uyğun olaraq sahibsiz itlər arasında quduzluğa qarşı vaksinasiya inyeksiya olunub. Şəki rayon icra hakimiyyətindən isə bildirildi ki, sahibsiz küçə itləri ilə bağlı problem insanları narahat edən əsas məsələlərdən biridir. Qeyd olunub ki, sahibsiz küçə itləri xüsusi müəssisələr tərəfindən götürülməli və sığınacaqlarda yerləşdirilməlidir.